hakkından ve hak ehlinden ayrılma. Ayağın sürüşmesin. Çünkü bizi ehli beyti koyup başkasına sığınan helak olar. Dünyasını da itirer, ahiretini de. Allah'ın salamı. Biləsən ziyarətgahı 1021-ci ilə miladi ili ilə 1612-ci ilə düşür. Bunun hələ bizim dövlət tərəfindən yazılan 15-ci əsri dövlətimiz təsdiq edir. Amma bunun tarixini götürəndə çox uzundur. Çox uzundur. Demək, burada bunun üstündə olan kitabəçədə yazıldığına görə bu Şah Abbas Xaqanın vaxtında tikilib. Bu Şah Abbas Xaqanın vaxtında tikilən bu türbədə demək iki ad yazılır. Birinci yazılır, böyük kitabədə yazılır Hüseyn Əldəbriş tərəfindən. Hüseyn Əldəbriş tərəfindən. İkinci kitabəçədə yazılır ki, Usta Yarəlinin oğlu Nadirəli tərəfindən tikilir. Bu kitabəçədə bunlar təsdiq olunur. Tarixə nəzər salanda, tarixdə böyük xaqanlar öz sərkərdələrinə, mürşidlərinə, yaxın adamlarına torpaq sahəsi bağışlayırdılar. Kəndlər bağışlayırdılar. Gedirdilər bir yerə alırdılar. Məsələn, o yeri bağışlayırdılar. Ola bilər ki, Hüseyn Əldəbriş də böyük sərkərdə olub, ya böyük bir Şah Abbasın dövründə özünə görə böyük bir insan şəxsiyyət olub. Bu torpaqlar onun olub. Həsən də onun, Seyyid Həsən də onun müridi olub, yaxın adamı olub. Onun tərəfindən əmr verilib ki, bu inşa edilsin. Məsələn, çağırıblar Usta Yarəlini ki, bu rəhmətə gedib. Bu qorxu piri, burada gələn bir insanlar çıldaq olunur. Buradan şəfa tapır. Çox görürsünüz, insanlar bunu indiki müasir dövrdə çoxsu bunu dinlə bağlayır. Bu çıldaq dinlə yox, elmi dinlə deyəndə təbabətlə bağlıdır. Yəni təbabətdə də bu təsdiq olunur ki, çıldaq demək, insanın bədənində olan müəyyən damarlarda qan donmaları olur. Bu qan donmalarını çıldaq vasitəsilə çıldaq eləyirlər, o qan devranı başlayır yaxşı işləməyə. Burada 100 illərlə, 200 illərlə burada çıldaq olunur. Burada bu çıldağı biz eləməmişik. Burada çıldaq yeri olub, əvvəldən olub. Tarixən yaşlı adamlardan kimdən sorursanız, hamısı deyər ki, Mərdəkana çıldağa gedirik, pirə gedirik, çıldağa. Dədə babadan 3-6-cı günlər çıldaq günü deyirlər. Bura ocaqdır. Hər gün gəlib gedirlər, amma xüsusən 3-cü, 6-cı günlər burada insanların sayı çox olur. Həddindən artıq çox olur. Ziyarətə gələnlər namaz qılır. Kəndin elə bir şəxsləri var ki, görürsən ki, biraz bədəni sağlamdır, uzaq olduğuna görə yolu biraz çətin gəlirlər, amma gəlirlər. Burada qurbanlar çox kesilir. Yəni gələn insanların hamısının görürsən nəziri, niyyəti qəbul olunur. Kimisi Pərverdigar-ı aləmdən, buradakilərdən uşaq istəyir, uşaq olur.
Ya işləri görürsən, rəvac olur, gəlirlər qurban kesirlər. إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم يغمهون فأغشيناهم فهم لا يبصرون. Bu gördüyünüz məqbərə Hacı Axund Turab üçün tikilib. Hacı Axund Turab Əmrəcanın axundu olub. O Rəsən ziyarətgahının gücünü görmüşdü. O bilirdi, elmli bir insandı. Hacı Axund Turab 20 elmi sahibi olur. Eğer o elmi ki o bilirdisə ya, o presənin gücünü de bilirdi. Hacı bilirdi ki, bu ne gücdə bir pirdir. Ona göre de demişti ki, məni presəndə dəfn eləyərsin. Özü Əmrəcanlı olub Hacı Axund Turab. Əmrəcanda 52 il axundluq eləyib. Amma deyib ki, məni burada dəfn eləyərsiniz. Hacı Axund Turab Mərdəkana gələndə yolda Hacı Zeynalabdin Tağıyevlə bunlar rastlaşırlar. Faytonu saxlatdırır, hacını mindirir. Tağıyev Axund Turaba deyir ki, hacı yola nərdivan qoyaq. Yəni ki, söhbətləşək ki, yolumuz yüngülləşsin. Deyir ki, Hacı Axund Turab Hacı Zeynalabdin Tağıyevə deyir ki, hacı, sözü deyərəm sənə, acıq gələr, biz dostayıq. Deyir, ay hacı, acıq gəlməz, sözümü də yenə. Deyir ki, inciyərsən sözümdən, deyir, incimərəm. Deyir ki, hacı, xumsuvu zəkatı ver yenə. Bu Kur'an'da olan bir şeydir. Humusdur, zekattır. Bunlar Kur'an'da haber verilir. Peygamberimiz haber verip, imamlarımız haber verip. Deyir, xumsuvu zekatı ver, deyir, ay hacı, bəs mən da dəyirman tikdirmişəm, kasıb küsuba əl tutmuşam, yetimlərə baxıram. Bu mənim xumsum zekatımdır da. Deyir ki, yox, o sənin adındır. Deyir, verməsəm nə olar? Deyir, Kur'an'da ayədir. Deyir, mən verdiyimi bir anın içərisində, göz qırpımında, yağın içərisindən tükü çəkib çıxardan kimi mal dövlətimizi əlvizdən alaram. Hacı gülümsəyir, dodağı qaçır. Yəni, hacı özü də Kur'an'dan xəbərdar bir insandır. İkisi də görkəmli adamlardırlar, Kur'an'dan bilirdilər. Dodağı qaçır, deyir ki, Fransa'da atelim var ki, geldi Azərbaycanda quruldu. Nəriman Nərimanov gəlir Hacı Zeynalabdin Tağıyevin yanına. Deyir ki, ay hacı, Bolşeviklər başqa xozeynlərin çulunu da aldılar, canlarını da aldılar. Amma sənin üçün elindən xahiş eləmişəm. Bəs sənin də malvi dövləti alırıq, canva toxunmayacaqlar. Bəs bu sənədə qol çəkkinə. Hacı Zeynalabdinin qabağına ki qoyurlar sənədi ki, mən öz xahişimlə mal dövlətimi bolşeviklərə verirəm. Orada hacının yadına düşür Axundun sözü. Deyir, Nəriman, səndən bir xahişim var. Deyir ki, hacı buyur. Deyir, mən öləndə Mərdəkanda Hacı Axund Turabın ayağının altında məni dəfn eləyərsiniz. Deyir, hacı, nə üçün belə sən sözü deyirsən? Deyir, onun ayağı biləni mənim başım bilmədi. Hələ söhbət əsasında dedim ki, bəs pirəsən, ağsaqqallardan biri mənə dedi ki, ay Kərbəlayı, bu pirəsəndə axı sizin nesil çox qulluq eləyib. Biz gəldik ağsaqqallarla bura, bu pirəsənin çox pis vəziyyəti var. Bu qılınclar gəlib burada çıxmaq Allah'ın istəyi ilə olur. Bu qılıncları bizə bir nəfər mötəbər şəxs götürdü, gəldi, hədiyyə elədi. Bu qılınc Əli əleyhissalamın zülfüqarıdır. Bunu hamısı bilir ki, Adəm Peyğəmbər cənnətdən çıxanda o özü ilə müəyyən əşyalar ona verildi. Bunlardan biri sehirli süfrə idi. O İsa Peyğəmbərə verildi. Gəldi, çatdı.
Sonra Əsadır. Əsa gəldi, Musa Peyğəmbərə çatdı. Zülfiqar da cənnətdən gələndir. O Zülfiqar da gəldi Əli əleyhissalama çatdı. İmamımızdır, birinci imamımızdır. Bu rəmzüdür. Zülfiqarın rəmzüdür. Bu çox görürsən yolundan azmış insanlar ki olur. Görürsən təsadüfən yolu gəlir düşür burada da. Gəlir bu pirə düşür təsadüfi. Heç olmasa o bir rəmzdir ki, o onu görsədər ki, yəni belə bir qılınc var ha, qiyamət günü ey insanlar, yolunuzdan azan insanlar, yolunuza qeydiniz. Yanında Azərbaycanın bayrağıdır. Bizlər Azərbaycanın bayrağını yüksəklərə qalxızmalıyıq. Üstündə gördüyümüz ulduz İslamın ulduzudur. Bu ziyarətgahda çox xəstələr şəfa tapıblar. Bir gün oturmuşduq burada. Bir qadınla yoldaşı gəlmişdilər bura. Biz onları 3 gün nəzarətdə baxırdıq, nəzarət altında saxlayırdıq. Gördük ki, bu 3 gündə bunlar ağlayıb gedirlər. Bir gün yaxınlaşdıq, dedik ki, bəs niyə ağlayırsınız? Dedi ki, ağsaqqal mənim yoldaşımın gözləri tutulub. Həftənin 5-ci günü bu yoldaşı ilə gəldilər, burada yatdılar. Saat 10-11 axşam çağı idi, 10-11 radələrində. Bu qadının gözləri açıldı, bunun yoldaşı başladı bərk ağlamaya. Soruşduq ondan ki, nə ağlayırsan? Bu sevincdəndir. Dedi, yo, ağsaqqal, biz belə yerə inanmırdik. Biz deyirdik ki, belə şey ola bilməz. Amma burada möcüzə boş verdi. Mənim yoldaşımın gözləri burada açıldı, hansı ki, həkim ona kömək eləyə bilmədi. Neçə xəstələrimiz olub burada, dilləri tutulub. Ayla, 2 ayla, 3 ayla danışmayıblar. Amma gəliblər bura 2 dəfə, 3 dəfə gəliblər, 7 dəfə gəliblər, gözləri açılıb, dilləri açılıb, xəstəlikləri şəfa tapıb. Bu ziyarətə gələnlər, Pirəsənə gələnlər, bizdə kitabçımız vardır. Orada öz fikirlərini yazırlar. Mən Nadirova Vüsalə Zeynal qızı bu müqəddəs bir Həsənin Prezidentimiz burada çox böyük iş görür. Dünya üzündə ən qiymətli ağaclardır. Bəlkə də dünyada ikinci ağac adlandırmaq olar onu. Evkalit ağaclarıdır. Bu evkalit ağaclarını bu prezidentimiz Pirəsənə hədiyyə eləyib. Bu bağ prezident saldırıb. Prezidentin saldırdığı bağı biz çalışırıq ki, qoruyaq. Bu qapılar Məkkədə kim olubsa əgər, o çox gözəl bilir. Bu bağ, o qapılar Məkkədə Ciddə şəhərini xatırladır. Bunu görənlər gəlirlər, hamısı deyir ki, Ciddədə belə bir şey gördük. Bu bulaq çox insanlara xidmət edir. Gələn burada istidə sərinləşir. Buradan sular aparılır, içilir, bir sudur. Hamısı deyir ki, bir qurtum heç olmasa içə günlə. Mən o arzularla yaşayıram ki, buranı necə Kərbəlada, Məşəddə, elə bir ziyarətlər kimi görmək istəyirəm. Ona görə də canımla, başımla, bu ağsaqqallarla məsləhətləşib bu işləri biz həyata keçirdirik. Biz həmişə gələn insanları burada heç vaxt xəstəliklə yox. Biz istəyirik ki, şadlıqla gəlsinlər, ziyarət eləsinlər.
Bunların həmişə Allah Taala işlərinə əncam versin. Burada yatan müqəddəs şəxslər Ey insan, hakkından ve hak ehlinden ayrılma. Ayağın sürüşmesin. Çünkü bizi ehli beyti koyup başkasına sığınan helak olar. Dünyasını da itirer. Ahiret.